Hamı Azərbaycan şikayət edir. Görək bizdə də elə problemlər yaşanacaqdı yoxsa yox. 20 manat vurmuşam. 26-cü ay 19.39'da. Bir 10 dəqiqə bundan qabaq vurmuşam. Bu da kartımdır, bu da sayğaçdır. Sayğaç da 0-0 göstərir. Axşam 1 manat kredit götürmüşəm. İndi qoy. Görək nə qədər bizdən oğurlayır Azərşıq. Görək bizdən də oğurlayır yoxsa yox. Bir manat kredit götürmüşəm, ondan da 30 qəpik alıb. Oku vurduq. 14 manat 18 qəpik. Deməli Azərşıq 5 manat 30 qəpikdə məndən pul oğurlayıb. 5 manat 30 qəpik. 1 manatda sərfiyyat haqqı çıxdı 13.88. 6 manat pul oğurladı acımat. Gördünüz 13.80. Burada da 1 manat krediti, kredit. Burada da 20 manatdır. Bu Azərşığa dur deyən olacaq görəsən yox bu xalqın cibinə girməklə. Bu nə məsələ? Mən bir şey ki kartla istifadə edirəm. Pulum qutardı deməli kart işıq dayanmalıdır. Bu əlavə bu pullar nədir yazır cəmaətin başına oynatır.